səmalarda süzən bayrağın, Türklüyü, İslamlığı, müasirliyini məğrur sinəsinə düzən bayraq. Müstəqillik bayramındır bu gün sənin Azərbaycan. Xoşbəxtçilər məqamındır bu gün sənin Azərbaycan. Qonşulardan öndəsən, bu gün sərbəst bir ölkəsən. Qonşulardan sən öndəsən, uğrunu böyüt. Mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişaf sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti Dövlət Universitetinin təşkil haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu. İndi isə 9C və 6D sinif şagirdlərinin hazırladığı bizim Respublika adlı səhnəni sizlərə təqdim edək. Qızlar, sabah dərs yoxdur, yaşasın. Amma nəyə görə? Respublika günü həmişəki kimi keçəcək də. Əli, belə demə. Bugün təkcə bir tətil günü deyil. Bugün müstəqilliyimizin azad olduğu gündür. Nə azadlıq? Onsuz da hər şey qaydasındadır. İnternet var, dərs var, nə fərqi var? 2025-1918. Dostlar, fərqi böyükdür. O vaxt insanlar bizim bu çox adi bildiyimiz hüquqlar üçün canlarından vaz keçirdilər. O vaxt biz yox uyduq, amma onlar bizim için düşünürdü. İcazə verin sizi zamanla səyahət aparım. 1918-ci il Cümhuriyyətin yaranması. Mən qadınam. Bugün ilk dəfə öz haqqım var. Oxumağa, seçməyə, danışmağa. Bugün qadın da bir vətəndaşdır. Mən əsgər kimi yox, xalqımın müdafiəçisi kimi döyüşürəm. İlk dəfə öz bayrağım var, öz himnim, öz dilim. Bu sadəcə ölkə qurmaq deyil, bir millət yaratmaqdır. Onlar gələcəyin bünövrəsini qoyurdular. Hər addımları, hər cümlələri tarixə çevrildi. Sovet dövrü. Mən müəllim idim. Bir gün sinifdə Azərbaycan sözünü deməyə qorxurdum. Uşaqlar susurdu, kitablar dəyişdirilirdi. Amma biz içimizdə bir şey gizlədirdik. Ümid. Həqiqət qadağan olsa da bir gün o qayıdacaq. Çünki tarix sükutda deyil, xatirələrlə yaşayır. Onlar tarixdən yox, qorxudan susurdular. Biz bu günümüzü onların səssizliyinə borcluyuq. Müstəqillik dövrü. Mən 1990-cı ildə bir qərar verdim. Bu bayraq üçün yaşamağa və ölməyə hazıram. Müstəqillik qəzetlərdə deyil, səngərdə yazılır. Mən dostlarımı itirdim. Amma bilirdim ki, vətən sağ olacaqsa, biz də yaşayacağıq. Mən ölə bilərəm, amma azadlıq yaşamalıdır. Çünki vətən torpaqla yox, insanla var olar. Onlar bizim üçün canından keçdilər. Bizim isə borcumuz onların əziz xatirəsini yaşatmaqdır. Bir millət oyandı, sükutdan çıxdı. Bir xalq danışdı, tarix yazıldı. Respublika, qəlbin ən dərin səsi. Yaşasın vətən, yaşasın Respublika nəfəsi. Bu səhnədə danışanlar sadəcə aktyor deyil, onlar bizim gələcəyimizdir. Bu tarix bizim içimizdədir. Bugün sadəcə bayram deyil, bugün biz olduğumuzu xatırladığımız gündür. 28 may Beynəlxalq Respublika gününüz mübarək.
ucal hər an bayrağımız. Tanrı bizi darda qoymaz, gözəlliyə fələk qıymaz. Könlüm heç vaxt səndən doymaz, məğrur dayan bayrağım. Siz yenə çaşdınız. Fəridəm ay, Fəridəm, gözəl qızsan, Fəridəm. Sol ayaq. Aferin. İndi dayanın, arkaya. Fırlanmaq. Ol vətəni qoruyar, uğrunda ölən varsa vətən var. Vətən anadır biz övladı, vətənə aşıq olsaq var olar. Çünki biz bu vətənin adıyıq. Ay, sən namus